Salam dostlar, bu gündən Suna AI proqram vasitəsilə necə musiqi yaratmaq lazımdır, onu göstərəcəm. Keçək videomuza. Zombie apocalypse. İlk öncə açıqlama qismində verdiyim link vasitəsilə proqrama daxil olursunuz. Ondan sonra hesab yaradırsınız, qeyddən keçirsiniz buradan. Və burada məsəl üçün mən Gmail vasitəsilə qeyddən keçəcəm. Siz də digər vasitədə qeyddən keçə bilərsiniz. Hansısa rahatsa. Ondan sonra bizə sayta ilk daxil olduğumuz üçün musiqi yaratmağımızı deyir məcbur. Buradan bəzi seçənəklər var ki, məsələn ruh halim, romantizm olsun, parti marşı olsun, nostaljik olsun, inancı olsun. Bunların bəzilərini seçirsiniz. Məsəl üçün mən parti havasında nostaljik bir an bunları seçirəm. Və mənim modum olsun. Bunları seçib davam etmək sözünə tıklayıram. Buradan 2 dənə musiqi yaranır və mənə verdiyi pulsuz 50 kredit düşür 40 kreditə. Bunlar nədir? Keçən videomuzda Leonardo AI proqramı dediyim kimi orada bizə token verirdi 150. Suna proqramında isə 50 kredit verir. Bu kredit bizə musiqi yaratmağa kömək eləyir ki, burada işlər biraz fərqlidir. Bu kreditləri çox asanlıqla qaldıra bilərsiniz və bunlar minimumda xərclənir. Yəni ki, bir musiqini necə hansı stildə yaradırsınızsa yaradın, səs diapazonu necə qoyursunuzsa qoyun, 10 kreditdən çox çıxmayacaq. Hər bir musiqi 10 kredit aparır. Burada aşağıda bizə seçimlər verib ki, məsələn 10 dənə şarkı 10 dənə musiqi yaratmalıyam və yaxud da bir dənə mahnı paylaşmalıyam, oynatma listəsi oluştura bilərəm, bir dənə musiqini paylaşa bilərəm. Gördüyünüz kimi burada paylaş düyməsini vurdum və mənim 40 kreditim var idi, oldu 90 kredit. Və 3 dənə də başqa digər hesabları takip etsəm 50 kredit verir. Bunların cəmisi isə 250 yan kreditdir. Sayta daxil olduğunuz üçün 50 kredit, yəni siz ilk dəfəyə 300 kreditlə başlaya bilərsiniz. Bu isə 30 mahnı deməkdir. Ondan sonra bir şeydən sənə çatdırım ki, əgər 300 kreditim var, bu gündən musiqi yaratmaq istəmirəm, sayta girməmişəmsə, həmin o 300 kredit 50-yə qədər düşmür, 300 olaraq qalır. Sizə bunları göstərim ki, mahnı yaratmaq 2 yolu var, asan və gəlişmiş yollar. Asan yol yalnız və yalnız mahnının sözlərini yazaraq oluşturulan bir yöntəmdir. Gəlişmiş yöntəmsə budur ki, siz mahnının özündə yazırsınız, stillərində yazırsınız. Ondan sonra səsin cinsiyyətini seçirsiniz. Yəni bunu qadın oxusun, yoxsa oğlan oxusun və yaxud da hər ikisi oxuya bilər. Musiqinin adını da yazırsınız. Yəni burada artıq kanalların hər birini dolduranda kənarda istədiyiniz musiqi stilində, istədiyiniz sözlərlə, istədiyiniz adda, istədiyiniz bir insan səsi ilə bir musiqi yaranmış olacaq. Və bunun hamısı cəmi 10 kredit aparır. İndi isə gəlin sizə bir misal kimi göstərim. Baxın, burada sayta daxil olduğumuzda 2 dənə musiqi yaratmışdıq. Gördüyünüz kimi bunun hər ikisi 1 dəqiqəlikdir və 5.5 yazılıb. Tam musiqi qulaq mümkün deyil. Amma yuxarıda 2 dənə videom var, musiqim var ki, hətta onlar yaradılır və mən bunları tam qulaq bilərəm. Və hətta ender edə bilərəm, oynatma listəsi yarada bilərəm, paylaşdıra bilərəm, hər bir şey. Bunların fərqi nədir? Pro versiya və pulsuz versiyadır. Pulsuz versiya olanda V4.5, pullu olanda 5.5. Bir şey unutmayın ki, pullu və pulsuz arasında çox bir fərqi olmur. Əgər siz stilləri, yəni prompt halında düzgün yazsanız, bu sizə pulsuz halı ilə də olsa mükəmməl bir musiqi təmin edəcək. Mən Gemini'dən kömək almaq istəyirəm. Gemini daxil olub yazıram ki, mənə Sunada yaratmağım üçün, Sunada yaradıb YouTube-da paylaşmağım üçün bir mahnı de. Amma bu mahnının stillərini də sən verəcəksən, sözlərini də sən verəcəksən və mən burada necə bir stildə istəyirəm. Məsəl üçün parti havasında olsun, yoxsa şən olsun, qəmli olsun, hərəkətli olsun, akustik olsun. Bunların birini seçirəm, sözlərini yaz deyirəm və stillərini yaz. Yəni unutmayaq ki, Gemini da bir beyindir və bu beyin bir düzgün promptlarla düzgün məlumatları sizə təqdim edə bilər. Gördüyünüz kimi yazıldı. Suna üçün stil janrını yapışdır. Aşağıda Suna'nın Style of Music bölümünə daxil et. Baxın, stillərə daxil oluruq və buraya yapışdırırıq kopyaladığımız mətni. İndi isə bu da bizim mahnının adını və mahnının özünü verib. Mən mahnının özünü hər bir şeyini kopyalayıram və buradan mahnının sözləri qismində bu sözləri yapışdırıram.
İndi isə mahnının adını da bura əlavə etdikdən sonra səs sinsiyyətini dəyişib seçə bilərəm. Mən istəyirəm ki, qadın səsində qalsın. Mahnının adını da bura əlavə etdikdən sonra mahnı adı yaratmaq sözünü biz daxil etdik. Mahnımızın hər bir səsindən əlavə edəndən sonra budur, mahnımız yaranır və gördüyünüz kimi stillər bölməsində bütün yazdığımız stillərin hamısı mahnının alt tərəfində kölgə effekti ilə yazılır. Akustik fonda olsun, ondan sonra erkək və ya da qadın vokal səsi olsun. Mən hər ikisini seçmişəm deyə. Barmaq səsli gitar, yumşaq perkussiyon, melodik, amma uyumlu, minimalist bir tərzdə olsun. Stillərinizi buradan artırıb azalda bilərsiniz. Mahnımız yarandı. İndi mən buna qulaq asıram. Bəli, tutaq ki, mən tam görürəm ki, istədiyim tərzdədir və yaxud da ki, heç də istədiyim tərzdə deyil. Mən bu seçimimi stillər vasitəsi və yaxud da mahnının sözlər vasitəsini yenidən dəyişib dəfələrcə təkrarlaya bilərəm. İndi sizə göstərmək istəyirəm ki, digər insanların səs və yaxud da musiqi necə qulaq asmaq olar. Ev, yəni home menüsünə qayıdırıq. Burada görürsünüz ki, mənim üçün studioda yapılanlar və V5.5-in ən iyiləri. Bunların hamısı ayrı-ayrı bir hallardadır. Mən gəlib baxmaq istəyirəm studiyonun hazırlanan musiqilərə. Məsələn, burada adları var, yaradıcıları var. Oradan baxıb, seçib, buradan da istifadə edə bilərsiniz, əgər musiqi atmaq istəmirsinizsə. Və yaxud da ki, ən aşağıda hər ruh halı üçün seçməniz var ki, sabah yürüyüşü, yolculuq kimi şeylər mövcuddur. Bəli dostlar, gördüyünüz kimi bugün də bir videomuzun sonuna gəlib çatdıq. Gələn dəfə hansı videonu, hansı yapı çəkən görmək istəyirsə, bunları qeyd etməyi unutmayın. Görüşəndik.